zarafatları ilə, həm də səsi ilə mətbəximizə xüsusi rəng qatacaq mənim əziz sənətçi dostum Murad Sadıq bizimlədir. Xoş gəlmişsən Murad, necəsiz? Hoş gününüz olsun. Salam Zeynep, hem sizi salam verəm, hem ekran karşısında bizi izleyen hörmətli tamaşaçılarımızı salam verəm. Günümüz uğurlu, hoş geçsin. Musiqi sizin üçün nədir? Həyatınızın hansı hissəsini əks elətdirir? Musiqi, mən belə deyim, musiqi mənim üçün hər şeydir. Çünki mən musiqidə özümü tapmışam. Yəni özümə bir həyat qurmuşam. Səhnə ilə yemək masası arasında oxşarlıq görürsünüzmü? Bilirsiniz, oxşarlıq nədədir? İnsan deyir, xoş deyir ki, yəni yaxşı qidalansın. Necə yaxşı qidalansın ki, keyfiyyətli produkt olsun ki, yəni sağlamlığına zərər gətirilməsin. Musiqi də həmçin. Musiqi də bir qidadır. Ona görə musiqilərlə musiqi səslənməlidir ki, yəni ki, insanlara xoş olsun, tamaşaçılara xoş olsun. Keçən dəfə verilişlərin birində bir görüntü qarşıma çıxdı sosial şəbəkələrdən. Gənc sənətçilərdən olan Kəmalə Günəşli iddia edirdi ki, onun mahnıları bizim xalq artistlərimizin mahnılarından, hətta əməkdar artistlərimizin ifalarından trend baxımından daha yüksəkdir. Hətta pop divamız Aygün Kazımovan belə adını çəkdi. Biz bilirik ki, pop diva Aygün Kazımova müasir estradanın qurucularından biridir. Evet. Hətta qurucusudur. Sizin də bir sənətçi olaraq fikriniz bizə maraqlıdır. Aygün Kazımova səhnəmizin divasıdır. Gözəl müğənnidir, gözəl sənətkardır. Onun çox gözəl mahnıları var. Həm 90-cı illərin mahnısı, həm bugün Aygün Kazımovanı həm indiki dövrdə tanıyır, o vaxtın dövrdə tanıyır. Aygün Kazımov bir sözünü deyib və inşallah yəqin ki də deyəcəkdir. Ona görə də belə deyək də, belə danışmaq olmaz. Mən yenə də deyirəm, indi ola bilər ki, mənə Kəmalə xanımın pərəstişkarları əsəbləşərlər, amma mən öz subyektiv fikrimi söyləyirəm və düşünürəm ki, burada heç bir problem yoxdur. Ona görə də təzə gələn sənətçilərə mənim məsləhətim odur ki, sənətkarlara bir balaca onların haqqında danışanda emosiyadan danışmasınlar. Biraz da şəxsi həyatdan danışaq. Deyirlər ki, kişilərin qəlbinə gedən yol mədəsindən keçir. Ay Murad, o yolu tapan gözəl bir xanım varmı şəxsi həyatında? Təşəkkür ederim belə sual, minnətdarım sizə, amma mən də bunu eşitmişəm, bəli, bunu deyirlər. Valla mənim üçün fərqi yoxdur, sizin mədədən, sizin qəlbdən, məndə hər şey qəlbdəndir, mədədəndir, o pişidir. Qız qəşəng olsun, normaldır. Yəni, mənim qəşəng necə hər tərəfdir, yəni mənim ürəyimə, qəlbimə yapsın ki, qəşəngdir, elektrik gəldi, onda yəni, böyüklərimizdən üzr istəyirəm, onda ailə quracam təbii ki. Yox, yəni qəlbimə yatmışsa, hər necə istəyirsən, istəyir xasiyyət baxımından, istəyir hər növ baxımdan. Anam baxacaq, indi deyəcək, gənə başladım. Amma ki, alınmır, sual verildirsə, o suala cavab da verilir mənə də. Və ona görə də, yəni ki, təbii ki, üzr istəyirəm, yenə də deyirəm tamaşaçılardan, gələcək həyat yoldaşımda yemək də pişirməlidir təbii ki və məndə kriteriya çoxdur. Mən o kriteriyaları desəm, anlam başlayacaqdır, yenə sən başladın o kriteriyaları deməyə. Ona görə də hər şey bura daxil. Hər şey daxil. Bəs yaxşı, bu gözəl xanım hansı təamları hazırlasa, Murad Sadıqın əhvalı daha gözəl olar? Düzdür, Murad Sadıq indi hal-hazırda pəhrizdədir. Amma pəhrizdə olsa da belə, olsam da belə pəhrizdə, əlbəttə ki, xoşladığım yeməkləri yenə də xoşlayıram. O demək deyil ki, pəhrizdəyim də belə o yeməyi xoşlayıram, qətiyyən. Yarpaq dolması, aş, belə qarası ilə, nə bilim, yəni, belə də, amma ki, indi
İndi hələ ki dövürdü ki, yəni ki, əziyyət çəkməyə də yetərincə deyil, yəni ki, şükür Allaha dükanlarda da var, amma bacarsa yaxşı olar. Amma o demək deyil ki, səhərdən axşamaca mətbəxdə olmalıdır. Xeyr, yəni çox da əziyyət vermək istəmirəm. Sizi ən çox uşaqlığınıza qaytaran yemək hansıdır? Mən bugün də bu yeməyi yeyəndə uşaqlığım yadıma düşür, o bizim milli yeməyimiz bozbaşı. Bayat yeməklər bizi zəhərlədiyi kimi, bayağı musiqilər də bizim ruhumuzu, hətta mədəniyyətimizi də zəhərləyir. Əvvəldə bayağı musiqi anlayışı yox idi, dırnaq arasında desək, bozbaş müğənnilər anlayışı var idi. Sizin də fikriniz bizə çox maraqlıdır. Yaxşı ki, o bozbaş adı çevrildi bayağı sözə. Herhalde bozbaş tatlı yeməkdir. O ki qaldı bayağı ifaçılara, ifaçıya, mahnılara. Onların da öz izləyicisi var, tamaşaçısı var. Yəni, amma bunları hər dəfə, həmişə reklam etmək olmaz. Yəni, kim qulaq asmaq istəyirsə qulaq assın. Zaten düzdür, mən indi 90-cı ildənəm, yəni mənim 35 yaşım olacaqdır noyabrın 5-də. Amma mən düzdür, belə desəm, indi elə bilir ki, 70 yaşındakı kişilər kimi danışırım, Allah hamıya can sağlığı versin. Amma belə baxanda o bayağı ifalar, belə musiqilər həmişə olub. 80-ci illərdə də, 90-cı illərdə də, 70-ci illərdə də. Amma o qədər qabağa çevir gəlmir. Yəni, bugünkü gündə o trend sözünə gəlib çıxmır. Birincisi ki, o trend deyilən söz. Qoy mənim 1000 nəfər baksın, 2000 nəfər baksın. Amma keyfiyyətli və öz yox, istəfullah. Keyfiyyətin izləyicisi deyil, yox. Yəni, o deyirlər 2 milyon, 3 milyon. Allah hamımıza can sağlığı versin. Çünki o, yenə də deyirəm, baxır kütləyə. Hələ bir bayağı mahnı var ki, xoş olur. Hələ bir bayağı mahnı var ki, adam heç dinləmək də istər. Gəlin, bu ilə də razılaşır. Yaponiya mətbəxi qədim dövrlərdən formalaşmağa başlayıb və əsasən düyü, balıq, dəniz məhsulları, tərəvəz və soya məhsulları üzərində qurulub. 6-cı əsrdə buddizmin təsiri ilə ət yeməyi uzun müddət azalıb, vegetarian yeməkləri yayılıb. Çin və Koreya mətbəxi ilə əlaqələr nəticəsində miso, toyuq şorbası və ərişdə kimi yeməklər mətbəxə daxil olub. Edo dövründə sushi, tempura, soba və digər milli yeməklər formalaşıb. Meiji dövründə isə qərb təsirləri ilə ət yeməkləri yenidən yayılmağa başlayıb. Bugün Yapon mətbəxi həm sağlamlığı, həm də estetikası ilə dünyada məşhurdur. Hazırda yanımda Sushi Black restoranının aşpaz şefi Yasin Qaradır. Hər vaxtınız xeyir. Necəsiniz? Hər vaxtınız xeyir. Sağ olun, yaxşıyam. Siz necəsiniz? Yaxşıyam, çox sağ olun. Yaxşı olun. Bizim sushinin əsasını nə təşkil edir? Zəhmət olmasa bundan danışın. Sushinin əsasını, yəni ilk təməl olaraq düyü təşkil edir, dəniz yosunu, yəni belə deyək, nori adlanır, yosunu təşkil edir və ən əsas da ingredientlərdən balıqdır. Bu, yəni bir neçə növ balıq ola bilər, tuna balığı, belə deyək, unagi balığı, yerli dildə ilan balığı adlanır və ən əsas salmon balığı, qızıl balıq. Bəs yaxşı, balığın təzəliyini necə yoxlayırıq? Balığı gətirən firmalar, şirkətlər balığı bizə gətirdikdə biz ilk öncə onlardan qida sertifikatını tələb edirik və gələn balığı özümüz yoxlayırıq. Qoxusu, rəngi, fresh olub olmaması. Yəni, çünki sushi ən riskli qidalar sırasında öndə gəlir, hətta birinci yerdə gəlir deyərdim və bunun saxlanılması, hazırlanması, məhsulların təzəliyi xüsusilə qorunur, buna xüsusilə diqqət olunur. O baxımdan yəni bu balıq məsələsinə də çox ciddi yanaşırıq. Belə. Sushi üçün hansı düyü növündən istifadə olunur? Əsasən yumru düyüdən, əsasən yəni əslində yumru düyüdən istifadə olunur və bu yumru düyülər belə deyək, bizə xarici bazarlardan ixal olunur. Buna Malayziyadan, Taylanddan və digər ölkələrdən. Bəs yaxşı, mənə də maraqlıdır. Peşəkar sushi aşpazı olmaq üçün nələr etmək lazımdır? Birinci növbədə məsuliyyətdir. Yəni, mənim baxış açımdan birinci növbədə məsuliyyətdir, ikinci növbədə
burada bazarlıq da rol oynayır. Yəni işə məsuliyyət, bacarıq və biraz həvəs də olmalıdır. Biraz yox, daha doğrusu çox olmalıdır. Həvəs də rol oynayır. Və bir aşpazın ərsəyə gəlməsi üçün müəyyən bir etap var, bir dönəm var ki, oradan keçməlidir. Bu 3 ay da ola bilər, 5 ay da ola bilər, götürmə qabiliyyətindən asılıdır. Yəni, əsas təməllər öyrədilir və sonraki proses artıq praktikadır. Yəni, bu 1 il də ola bilər. Yəni, mən 8 ildir bu sferadayam və hələ də bir şeylər öyrənirəm. Yəni bu belə konkret olaraq bir müddət yoxdur. 1 ilə sən professional aşpazsan. Yəni sən 1 il ərzində müəyyən bir şeylər öyrənəcəksən. 2 ilə tamam başqa bir şey öyrənəcəksən. 5 ilə, 10 ilə tamam başqa bir şey öyrənəcəksən. Bəs yaxşı, sushi hazırlanmasında edilən ən böyük səhv nədir? Birinci növbədə düyü açılışı burada. Yəni düyünün dəniz yosunu, yəni nor adlandırdığımız bu həmin bu yosunda açılışı önəmlidir. Yəni bu açılış birinci düzgün olmalıdır. İkinci, ingrediyentlər əlavə olunduqda, məsələn burada istifadə olunan salmon balığı. Bu balıq yağlı olduğu üçün, yəni düyü ilə təmas etdikdə düyünün bir-birinə yapışmasını, yəni belə deyək, yapışqanlığını itirir. Rolu bükürsən və doğramamış artıq rol parçalanıb gedir. Yəni buna xüsusi diqqət olunmalıdır ki, yosun zaten bunun üçün və qoruyur o düyü ilə o balığın təmasını. Ən çox ilk başlarda daha doğrusu, yəni edilən səhvlər sırasında yəni bu öndə gedir. Balığın düyü ilə təması və yaxud da digər ingrediyentin düyü ilə təması, rolun parçalanmasını gətirib çıxarır. Professional şəkildə nudulun hazırlanması zamanı məhz yapışmaması üçün nə etməliyik? Belə deyək, nudul yəni bişirilməmişdən öncə, daha doğrusu servis olunmamışdan öncə bu birinci növbədə qaynadılır. Və bu qaynama prosesində suya yağ da əlavə edə bilərsən ki, bu bişirildikdə xəmir bir-birinə yapışmasın. Yəni dən qalsın, belə deyək. Bu yağı da əlavə edə bilərsən. Əsasən, məsələn, biz yağ əlavə edirik. Suya yağ əlavə elədikdə yapışmır bir-birinə. Siz bizlər üçün Yapon mətbəxindən nə hazırlayacaqsınız? Sizə Yapon mətbəxindən əsl Yapon suşisi hazırlayacağım. Bu sake maki adlanır. Tərkibi düyü, yosun və qızıl balıq. təyyarlar hazırlayıbdır. Hazırda biz dadacağıq. Ümumiyyətcə, Yapon mətbəxi ilə əlaqən necədir? Dadlısan, hansı yeməkləri sevirsən? Məsələn, ben sushini hər dəfə sifariş edib yeyirəm. Həm mən, həm bacım uşaqları tez-tez sifariş edirik bu yeməyi. Məsələn, bunu mən ilk dəfə yiyəcəm. Noodle, bəli.
İlk dəfə dadacağım bunu. Çünki dadmamışam. Ama bunlar hamısı bilirəm ki, bunlar sözsüz ki, bunlar hamısı dadlıdırlar. Çünki bunları mən artıq bilirəm ki, bunlar dadlıdırlar. Fikirlərim maraqlıdır. O zamansa buyur. Nuş olsun. Teşekkür. Dadı necədir ay Murad? Çox əladır. Çox gözəl. Birinci yerə deyirəm, birinci dəfə deyirəm. Amma dadı çox əladır. Belə sözün düzündəyim, belə makaronlara oxşayır. Yəni zaten makaron tutmuş, amma əladır. Beləliklə əziz izləyicilərimiz, bugünlük bu qədər. Biz bugün çox maraqlı söhbətlər etdik, fərqli təamlar hazırladıq. Əgər siz də bəyəndinizsə, videonu bəyənib paylaşmağı unutmayın.